Səhifə 45-də olan izahlarla davam edəcəm. 6-cı tapşırıqdan davam edək. 6-cı tapşırıqda nə deyir? Boş xanalara uyğun ədədləri yaz. Yazaq. 6000 üzərinə 300 gəlsək 6300, üzərinə 10 gəlsək 6310, üzərinə də 5 gəlsək 6315 edər. 9267. Baxın, 2 yüzlüyü yazıb. 6 onluq 60 yazıb. 7 təhliyimiz 7 yazıb. Amma 6 minliyimizi, üzr istəyirəm, 9 minliyimiz edir 9000. Bunu yazmayıb. Biz yazırıq. 1593 nəyi yazmayıb burada? 3 təkliyi yazırıq. Sonra baxırıq. Üç min 520, burada 500'lüyü yazmayıb. 8031, 8000'i yazıb. Yüzlüyümüz 0'dı, onluğumuz, 3 onluğumuz 30. 7285 nəyi yazmayıb burada? 2 yüzlüyü yazmayıb. Bir də 5 təkliyi yazmayıb. Davam edək, növbəti tapşırığa baxaq. Venn diaqramının orta hissəsinə uyğun əlamətləri yaz. Ədədləri diaqramın uyğun hissələrinə yaz. Baxırıq. Minlik mərtəbəsindəki rəqəm 6 olan, onluq mərtəbəsinin vahidlərinin sayı 4 olan. Burada isə yaza bilərik. Minliyi 6, onluğu, yəni ortaq olanlar orta hissəyə yazılır. Baxın bura. Onluğu 4 olan. Baxaq. Minliyi 6 olan. Baxın. Minliyi 6'dır, onluğu 4'dür. Bunu ortaya yazacağım. Çünki hər iki tərəfə aiddir. 6245. 5040. Onluğu 4 olduğu üçün buraya yazırıq. 5040. 6472. Minliyi 6'dır, amma onluğu 7'dir. Demək ki, yalnız birinci tərəfə uyğun gəlir. (6472) 2642 uyğun gəlir bura. Çünki 2642'dir. 2642. Çünki onluğu 4'dür. Yəni onluğun mərtəbə vahidinin sayı 4'dür. 6446. Minliyin mərtəbə vahidinin sayı 6'dır. Onluğun mərtəbə vahidinin sayı 4'dür. Ona görə bu uyğun gələcək orta hissəyə. Minliyi 6'dır, onluğu 0'dır. Uyğun gəlir birinci hissəyə. Baxırıq B tapşırığına. Minliklər mərtəbəsindəki rəqəmin qiyməti, yəni mərtəbə qiyməti 2000 olsun. 7 onluğu var. Onluğun da mərtəbə vahidinin sayı 7 olacaq. Yüzlüyün mərtəbə vahidinin sayı 2 olacaq. Burada yaza bilərik ki, minliyi 2, onluğu kısa olarak yazıram. Onluğu 7 olan. Bunları da ortaya yazacağım. 2727. Baxın, minliyin mərtəbə vahidinin sayı 2'dir. Mərtəbə qiyməti 2000 olacaq. Onluğun mərtəbə qiyməti 20'dir. Mərtəbə vahidinin sayı 2'dir. Bu ancaq uyğun gəlir birinciyə. 7272. 7272 onluğunun mərtəbə vahidinin sayı 7'dir. Uyğun gələcək bura. 2277. Baxın, minliyin mərtəbə vahidinin sayı 2'dir. Onluğun mərtəbə vahidinin sayı 7'dir. 2277. Hər ikisinə uyğun olduğu üçün ortaya yazırıq. Ortaq xüsusiyyətdir.
5772 uyğun gələcək bura. 2927 uyğun gəlir birinciyə. 2072 isə ortaq cəhət olduğu üçün hər ikisinə uyğun gələcək. Baxırıq 8-ci tapşırığa. Uyğunluğu müəyyən edin. Bu cüt ədəddir. Minlik və onluq mərtəbəsindəki rəqəmlərin cəmi 3-ə bölünür. Baxırıq cüt ədəddir deyir. Cüt ədədlər nədir? Yada salaq. Cüt ədəd sonu 0, 2, 4, 6, 8 rəqəmlərlə bitən ədədlərdir. Baxırıq verilən ədədlərin 3-ü də cüt ədəddir. Deyir ki, onluq və minlik mərtəbəsindəki rəqəmlərin cəmi 3-ə bölünür. Burada minliyi 3-dür, onluğu 2-dir. Cəm edir 5. 5 2-yə bölünmür. 8-dir minliyi, onluğu 3-dür. 8-in üzərinə 3 gəlsək, rəqəmlərin cəmini tapırıq 11. 11 3-ə bölünmür. Minliyi 3, onluğu da 3. 3-ün üzərinə 3 gəlsək 6, 6 3-ə bölünür. Demək ki, birinci şərtə uyğun gəlir 3630. İkinci şərtə baxaq. Bu ədəd 5-ə tam bölünür. Minlik və yüzlük mərtəbəsindəki rəqəmlərin cəmi cüt ədəddir. 5-ə bölünmə qaydasını yada salaq. Son rəqəmi 0 və 5 ilə bitən ədədlər 5-ə tam qalıqsız bölünür. Demək ki, 5-ə bölünməsi üçün sonu 0 ilə bitməlidir, yaxud da 5 ilə bitməlidir. Burada 5 ilə bitən ədəd yoxdur. 0 ilə bitən var. Ya birinci olacaq, ya da sonuncu. Sonuncu da ola bilməz, çünki sonuncu uyğun gəldi birinci şərtə. Yenə də baxaq. Bu ədəd 5-ə bölünür. Minlik və yüzlük mərtəbəsindəki rəqəmlərin cəmi cüt ədəddir. Minlik və yüzlüyü. Baxaq. Minliyi 3-dür, yüzlüyü 5-dir. 3-ün üzərinə 5 gələndə eləyir 8. 8 də cüt ədəddir. Həmçinin cüt rəqəmdir. Demək, ikinci şərt uyğun gəldi birinciyə. Sonuncu şərt oxuyaq. Bu ədəd 2-yə tam bölünür. 2-yə tam bölünməsi üçün cüt ədəd olmalıdır. Bütün cüt ədədlər 2-yə qalıqsız bölünür. Minlik rəqəmindəki, mərtəbəsindəki rəqəm təklik mərtəbəsindəki rəqəmdən 4 dəfə böyükdür. Baxın, minliyi 8-dir, təkliyi 2-dir. 2-ni 4-ə vursaq 8 edir. Deyir ki, minliyi təkliyindən 4 dəfə böyükdür. 8-i 4-ə bölsək 2 edir. Yəni, minliyi təkliyindən 4 dəfə böyük uyğun gəldi. Üçüncü şərt uyğun gəldi ikinci ədədə 8632-yə. Baxaq 9-cu tapşırığa. 4 rəqəmli ədədin onluqlar mərtəbəsində rəqəm 7-dir. Onluğu 7. Yazdıq. Bu ədədin minliklər mərtəbəsindəki rəqəm təkliklər mərtəbəsindəki rəqəmdən 5 dəfə böyükdür. Ədədin minliklər və təkliklər mərtəbəsindəki rəqəmləri yaz. Həmin ədədin rəqəmləri cəmi 19-a bərabərdir. Bu hansı ədəddir? Baxın, bizə verib onluq 7-dir. Yazdıq. Deyir, bu ədədin minliklər mərtəbəsindəki rəqəm təkliklər mərtəbəsindəki rəqəmdən 5 dəfə böyükdür. Bax, düşünün ki, mən təkliyə, məsələn deyirəm, 2 yazsam, 2-dən 5 dəfə böyük eləyir 10. 10 ədəddir, rəqəm deyil. Demək ki, biz bura 2-dən kiçik rəqəm yazmalıyıq. Məsələn, 1. 1 yazsaq, 1-dən 5 dəfə böyük el edəcək 5. Minliyimiz 5-dir, onluğumuz 7, təkliyimiz 1. Bizə nə deyir başqa? Bu ədədin rəqəmlərinin cəmi 19-a bərabərdir. Bu hansı ədəddir? Gəlin bizə verilən rəqəmləri cəmini tapaq və 19-dan çıxaq ki, yüzlüyün mərtəbə vahidinin sayını tapaq. 5-in üzərinə 7 gələk, üzərinə 1 gələk. Rəqəmlərimizin cəmi etdi 13. 19-dan 13 çıxsaq qalır 6. Demək ki, bizim yüzlük mərtəbə vahidinin sayı 6 imiş. Çünki baxın, 5-in üzərinə 6 gəlsək 11, üzərinə 7 gəlsək 18, üzərinə 1 gəlsək 19 edir. Rəqəmlərimizin cəmi 19 etdi. Bu hansı ədəddir? 5671. Baxırıq 10-cu tapşırığa, sonuncu tapşırığımızdır. İstirahət zonasında qışda 1420 nəfər dincəldi. Yayda dincələnlərin sayını tapmaq üçün bu ədədin minliklərini 2, yüzlüklərini 3 və onluqlarını isə
4 vahid artırmaq lazımdır. Yayda istirahət zonasında neçə nəfər dincəldi? Baxın, istirahət zonasında neçə nəfər dincəlirdi? Dincəlirdi 1420 nəfər. Düzdürmü? Yayda dincələnlərin sayını tapmaq üçün de bu ədədin minliklərini 2 artırın. Mən sizə bu tapşırığı 2 yoldan izah edəcəm. Sizə hansı rahatdır onu yazarsınız. Baxın, 1420 nəfər qışda dincəlib. İndi yayda dincələnlərin sayını tapmaq üçün de bu ədədlərin minliklərini 2. Mini vurasız 2 edir 2000. Yüzlüklərini 10. Yüzü vurasız 3. Yüzlüklərini 3 artırın deyib. Yüzü vurasız 3'e edir 300. Onluqlarını 4 vahid artırın. Onu vurasız 4'e edəcək 40. Bunları toplayanda 1420'nin üzerine 2000 gəlsəz 3420, üzerine 300 gəlsəz 3720, üzerine də 40 gəlsəz 3760 eder. Bir qayda bu, yəni yayda dincələnlərin sayı 3760 edəcək. Və ya bu sizə hesablamaq çətin gəlirsə, baxın, qışda dincələnlər nə qədərdir? 1420 nəfər. Yayda dincələnlərin sayını tapmaq üçün bu ədədin minliklərini 2, minliyin üzərinə 2 gəlin. Yüzlüklərini 3, yüzlüğün üzerine 3 gəlin. Onluqlarını 4 vahid artırın. Onluğunu 4 vahid artırdıq. Aha. Neçəliyəcək? 1 minliyimiz var idi. 2 artırdıq, elədi 3. 4 yüzlüğümüz var idi. 3 vahid artırdıq, etdi 7. 2 onluğumuz var idi. 4 vahid artırdıq, etdi 6. 0 təklikdə qalır yerində. 3760. Edir 3760. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik.